Nazirliyin Hava Departamentinin verdiği məlumata görə oktyabrın 25-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə az çiskin olacağı ehtimalı var. Səhər duman gözlənilir, şimal-şərq küləyi əsəcək. Temperatur gecə 14-16, gündüz 19-23 dərəcə isti, atmosfer təzyiqi isə 758 mm civə sütunu olacaq. Naxçıvan ərazisində də gün ərzində bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir. Temperatur 17-20 dərəcə isti olacaq. Əksər rayonlarda sabah yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacaq, şimşək çağacaq, duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.